Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti, yəni təqva sifətini, Allahdan qorxmaq sifətini qazanmış olaraq. Quran inkarçıları, din düşmənləri barəsində olan 119-cu videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın dəyərli dinləyicilər, nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa. Bir o qədər də bu dırnaqarası ilahiyyətçiləri, bu yalançıları, bu şarlatanları, din və İslam adı altında insanları dinsizliyə, imansızlığa, mənəviyyatsızlığa sürükləyənləri tanımış, onların yalanlarından, hilələrindən agah olmuş olarsınız, dəyərli dinləyicilər. Deməli, söz verdiyimiz kimi, bu Kamran Həsənli, bu dinsiz şünasla pres klubda 1 saatdan çox veriliş aparıblar, müsəlmanları təhqir etmək, müsəlmanları alçatmaq, Quran-ı Kərimi geridə qalmış bir kitab kimi göstərmək, Avropanın Renesans dövrünü tərifləmək və s. Elhamdülillah biz bundan öncə əksinə söylədik ki, elə Renesans dövrü, elə İslamın qızıl dövrü olub, hansı ki, o adlarını çəkdiyin o Kopernik olsun, Galileo olsun, Giordano Bruno kimi alimlər onlardan mahircəsindən oğurlayıb istifadə ediblər bütün bu elmi. Və Allah həmd olsun ki, və söylədik ki, burada Kamran Həsənli bir ayəti gətirir Kəhf surəsindən və deyir ki, mən oxumuşam orada, biz Zülqarneyn günəşin batdığı yerə gəldi və gördük günəş palçıqlı suda batır. Bəs bunu Quran deyir, yəni belə bir şey yoxdur. Elm onu göstərir ki, günəş göydədir, nə bilim, günəş və yer və digər planetlər günəşin ətrafında fırlanır və yaxud da nə bilim, günəş, digər planetlər yerin ətrafında fırlanır və Giordano Bruno buna görə yandırıldı və s. kimi cəfəngiyat məktəbdə oxuduğu proqramı durub burada danışır. Deməli, dinləyək, dəyərli dinləyici. Yuxarıda video qoymuşam. Özünüz də görürsünüz də günəş harda batır. Bir dağın dalında batır, bir də ki dənizin içində batır. İnşallah ki o videonu da sonda qoyacağım və izahını da verəcəm ki, həqiqətən də Quran-ı Kərim, Peyğəmbər Allah Subhanahu wa Taala Zülqarneyn əleyhissalama o şeyləri göstərməsi həqiqət idi, həqiqət. Bu bisavadların sadəcə bundan xəbərləri yoxdur. Kopernik'den sonra elm elə bir yükselişi gəlib çıxdı ki, bütün insanlar başına düşürdü ki, yer kürəsi fırlanır. Güneşin ətrafında fırlanır planetlər, düzdür, güneş bizim ətrafımızda deyil. Amma Quranda məsələn ayələr var da, məsələn, səhv eləyə bilərəm siz mənə düzəldiniz zəhmətiniz. 18-86 məncə. 18-ci surə, 86-cı. Bu dinsizlərin, imansızların metodlarındandır ki, onlar heç vaxt Quran-ı Kərimdən onun ayətlərin adlarını çəkməzlər, dəyərli dinləyicilər. Fikir vermişsinizsə, bu dinsiz şünas da belə deyir. 18, 86, 5, 50. Heç vaxt deməzlər Bəqərə surəsi, Kəhf surəsi. Çünki içlərində o qədər nifrət var ki, Allahın dininə görə. Ona görə dillərinə gətirə bilmirlər o kəlmələri. Ayə, baxın zəhmət olmasa, 18-86-cı. Orada deyir ki, gün batan yerə gəlib çıxır Zülqərni, görür ki, orada bir xalq yaşayır, onlar orada yanlışdaydılar. İndi Zülqərni hissəsi onları düz yola da gətirə bilər. Aslında Zülqərni özü çox Allahlıqdandır. Bu bisavad elə bilir ki, Zülqarneyn Makedoniyalı İskəndər deyə. Bu elə bilir ki, Makedoniyalı İskəndər. Çünki bunun oxuduğu o kitablarda elə yazıblar axı, Makedoniyalı İskəndərdir. Makedoniyalı İskəndər bütpərəst olun, onun İslam'a aidiyyəti var ki. Zülqarneyn salih insan idi. Övliya, Allahın seçdiyi, kəramət verdiyi insanlardan idi. Gətirə bilər hissəsi ki, yəni gün batan yerə, gün batan yer yoxdur, gün diyanı burada biz onun ətrafına fırlanır və onun yanında heç bir xalq yaşaya bilməz. O kitabda o var, amma Avropa cəmiyyətinin Bibliyada da sözlər var, ona bənzər sözlər var. Amma Avropa cəmiyyəti başa düşür ki, bu Bibliyada yazılıb da, əslində elm budur. Belə bir sual çıxır ortalığa, bax, bayaq dediyim məsələsi, mən araşdırmamışam, orada təkcə o ayədə deyil də, günün batması filan. Çünki o dövrdə insanlar, təbii ki, bu ilahi bir kitab və siz onu deyirsiniz ki, düz anlamırlar, düz tərcümə eləmirlər. Ona görə düz tərcüməsini oxumaq lazımdır. İnşallah siz onu tamamilə araşdırandan sonra ortalığa çıxardarsınız. Biz baxarıq görə orada dəqiq nə yazılır. Amma kimsə durub desə ki, bax bu gün, ki burada yazılıb ki, gün palçıqlı suya batır.
Acaba bunu o vaxt yazıblar da bu əslində o vaxtki insanların düşüncəsinə görə gəlmiş, yazılmışdır. Yəni eşidirsiniz də, yəni. Hamımız bilirik ki, yer kürəsi bir planetdir. Yer kürəsinin atmosferi var, yer kürəsi filan sürətlə fırlanır və ondan başqa planet, yəni günəş ətrafında sistem var, buna geosentrik. Eşitdiniz dəyərli dinləyicilər. İndi inşallah diqqətlə dinləyin. Bu ayətin və həmçində yəni Allah Subhanahu taala və Peyğəmbər sallallahu əleyhi və səlləm bu barədə nə deyir? O barədə inşallah açıqlama verəcək. İnşallah yəqin ki, bunları özlərinə çatdıraraq oturub dinləyəcəklər qəşəng-qəşəng. Deməli, başladı Kopernikdən. Dediyim kimi, bundan öncəki videolarımızda danışdıq. Kopernik kim idi və niyə görə Jordana Bruno niyə görə yandırıldı? Həqiqətən də o elmi nailiyyətlərinə görə yox, Allahın dininə, yəni xristianlığa, İsa əleyhissalama qarşı, Bibliyaya, İncilə qarşı çıxdığından görə onun yandırıldı, ona cəzalandırıldı. Çünki Kopernik də, Qaliley də eyni fikirdə idi. Lakin onlar keşiş olduğu üçün onlara heç işləri olmadı. Elmi nailiyyətləri, elmi işləri ilə də davam etdilər. Və dediyimiz kimi də bütün o alimlər öz elmi işlərini hamısını kopyalamaq yox, oğurlayaraq müsəlmanlardan nə edib? Əl-Battani kimi, İbn Əş-Şatir kimi, Nəsrəddin Tusi kimi və digər alimlərin kitablarını nə edib? Kopyalayıb götürüblər. Və söylədiyimiz kimi, qardaşlarım, heç vaxt Allah Subhanahu Taala'nın kitabında şək etməyin. Heç vaxt Allah Taala'nın kəlamında, sözündə şək etməyin. Mən sosial şəbəkələrdə görürəm, qardaşlar çıxırlar, danışırlar və şübhəyə düşürlər. Çünki görürsən ki, o ateist deyir ki, biz filan elm, filan alim belə deyir, dünyavi alimlərin adlarını çəkir. Və görürsən, qardaş şübhəyə düşür Allahın sözündə. Heç vaxt, qardaşlarım, bu Allahın kəlamı deyir. Allah Subhanahu Taala'nın sözüdür, insan sözü deyil. Sənə gətirilən o misallar var, gətirirlər, nə bilim, Kopernik belədir filan. Qoy o kafirlərin sözlərini qırağa. Deyirən, sənin kafirlərin sözlərini sənə aiddir. Sən onları qəbul edə bilərsən. Mənim Allahım Quran-ı Kərimdə deyir ki, yer sabitdir və bütün göy cisimləri də onun ətrafında fırlanır. Mən buna iman gətirmişəm. Vəssalam. İstəyirsən bütün dünya yox, bütün dünya yığırsın ki, desin ki, yox, əksidir. Mən Allahın kəlamını deyirəm. Və mən bunda heç vaxt şübhə etmərəm. Və buradan qardaşlarıma da deyirəm ki, belə şeylərdə heç vaxt şək şübhə etməyin. Allahın kəlamıdır, vəssalam. Yer sabitdir, günəş və digər planetlər hamısı onun ətrafında fırlanır. Və minillər, böyük alimlər bu sözləri istifadə ediblər, deyiblər. Düzdür, indiki videomuz bu məsələnin yeri deyil. Buna ayrıca geniş bir mövzu edərik, danışarıq. Amma yenə də bunları deyirəm ki, Allahın kəlamında heç vaxt şək şübhə etməyin. Keçək biz Kəhf surəsi 86-cı ayətini və bu bisavatlara ikisinə də izah eləyək, qoy oturub özləri də araşdırsınlar. Allah Subhanahu Taala Kəhf surəsində buyurur ki, 86 və 90-cı ayətlərində, nəhayət günəşin batdığı yerə, yəni məşriq və məğrib, qərb və şərq, nəhayət günəşin, Zülqarneyn batdığı yerə gəlib çatanda onu palçıqlı bir suda batan gördü. Və deyir ki, onun yanında da Zülqarneyn əleyhissalam bir qövm gördü. 90-cı ayətində isə Allah Taala buyurur ki, nəhayət günəşin doğduğu yerə gəlib çatan elə bir qövm üzərində doğduğunu gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yoxdur. Alimlər nə deyirlər? İbn Kəsir olsun, Qurtubi olsun, digər əhl-sünnə alimləri, təfsirçilər, İbn Abbas və s. deyirlər ki, günəşin batdığı yer olaraq təsvir edilən bölgə dünyanın ən qərb nöqtəsi olur. Yəni, Zülqarneyn əleyhissalam məşriq və məğribin ən son nöqtəsinə gəlib çatır. Yəni, ən son xalqlar yaşayan yerə gəlib çatır. Yəni, Zülqarneyn deyir ki, ən qərb nöqtəsi ola bilər. Yenə də Zülqarneyn ikinci dəfə yola çıxdıqda, bu dəfə şərq tərəfə doğru gedir və ayədə də günəşin doğduğu yer olaraq təsvir edilən bölgə isə dünyanın ən şərq nöqtəsinə, o bizdə belə verir, şərq-qərb nöqtəsinə, yəni ən axırıncı nöqtəyə, ən axırıncı yaşayan köyə, kəndə, şəhərə gəlib çatır. Yəni, burada Allah Subhanahu Taala'nın Zülqarneyn əleyhissalam haqqında demək istədiyi vaxt budur. Digər təfsir alimləri deyirlər ki, burada onun günəşin batma və çıxma yerlərinə yetişdiyi ana yerə gəlib çatır. Yəni, elə bir yerə gəlib çatır ki, artıq deyir, orada nədir? Günəşin batmasını və günəşin doğmasını görür. İndi bunların hamısının izahını verəcəm. Diqqətlə dinləyin, qardaşlar. Görün, bunlar nə qədər bisavad insanlardır. Və deyir ki, yer üzünün çeşmələrindən hər hansısa bir çeşməyə, yəni, o Zülqarneyn əleyhissalamın görməsi ki, günəş palçıqlı suda batdı, ayətdə Allah Taala buyurur. Yəni, bu o demək deyil ki, qardaşlarım, günəş yerin içinə girir. Çünki günəş yerdən dəfələrlə böyükdür. Bunu biz hamımız bilirik. Bunu o vaxtki insanlar da bilirdilər ki, günəş yer üzündən dəfələrlə böyükdür və yer üzünə sığacaq bir şey deyil.
Allah Taala'nın yaratdığı məxluq deyil. Lakin bununla qəsd olunan odur ki, günəş batma və çıxma istiqamətindən ən axırıncı yaşayış yerinə çatmış və gözündə gördüyü şəklə uyğun olaraq onun suya, bulanlıq bir suya batdığını nə etdi? Zülqarneyn əleyhissalam görmüş. Yəni Allah Taala'nın buyurması ki, hansı ki Kəhf surəsində ki, nəhayət günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir suda batdığını gördü. Nəhayət günəşin doğduğu bir yerə gəlib çatanda gördü ki, günəşi onlar üzərində nədir? Onlar üçün günəşə qarşı heç bir örtük yox idi. Zülqarneyn əleyhissalam. Deməli, qardaşlarım, birinci nəyin izahını veririk? Diqqətlə dinləyin. Allah subhanahu wa ta'ala bu ayətdə deyir ki, günəş palçıqlı suda batır deyə Allah Taala bir şey istifadə etmir burada. Yəni Allah Taala demir ki, günəş palçıqlı suda batdı. Əgər Allah Taala desəydi Qurani-Kərimdə ki, günəş palçıqlı suda batır, bu onda bu dinsizlərin dediyi kimi olardı. Yanlışlıq olardı. Lakin Allah Taala nə deyir orada? Baxın nə deyir Allah Taala. Zülqarneyn günəşin palçıqlı suda batarkən gördü. Yəni Allah Taala nisbət edir o günəşin suda batmasını Zülqarneyn əleyhissalama ki, yəni Zülqarneyn öz gözləri ilə gördü ki, günəş palçıqlı suda batır. Yəni Allah Taala demir ha. Yəni Allaha nisbət olunmur bu kəlmə. Ki Allah Taala deyir günəş palçıqlı suda batır. Allah Taala nisbət edir Zülqarneyn əleyhissalama ki, yəni Zülqarneyn gözləri ilə görür ki, günəş palçıqlı suda nə edir? Batır. Yəni ki, burada günəşin batışı anı Zülqarneyn gözləri ilə təsvir olunmuşdur. Əgər Allah Taala'nın sözü ilə olsaydı, bunda bu dinsizlərin dediyi kimi olardı. Quran səhv olardı. Lakin Allah Taala deyir ki, Zülqarneyn görür ki, günəş batır. İndi baxın ayətə. Və vəcədəhə gördü. Yəni Allah Taala demir, günəş palçıqlı suda batdı. Deyir ki, Zülqarneyn elə gördü. Zülqarneynə elə gəldi ki, günəş palçıqlı suda batır. İbn Abbas deyir ki, günəşin batdığı yerə çatdı Zülqarneyn əleyhissalam. Dəniz kənarı idi. Elə gördü ki, günəş batır. İndi burada İbn Abbas misal gətirir. Biz də dəniz kənarında duranda elə görürük. Sənə elə görsənir ki, günəş həmin o suda batır. Bax, orada videolar qoymuşam ha, dəyərli dinləyicilər. Baxın o videolara. Günəşin suda batması və yaxud da dağın arxasına keçməsi. Məgər günəş suda batır? Məgər günəş dağın arxasına keçir? Yox, bunu hamımız bilirik ki, belə deyil. Sadəcə mənim baxış bucağımla o cür nə görürəm? Zülqarneyn əleyhissalam da elə gördü. Deyir ki, subhanallah, baxın, sən də bu cür nə görmüsən, ey Kamran, ey bu dinsiz şünas, sən də eyni şeyi dəniz kənarında, bulvarda, Xəzər sahilində dayananda, Xəzər sahilində günəşin batdığını görəndə, günəşin Xəzər dənizinin içinə girdiyini demirsən ki, günəş Xəzər dənizinin içində batdı. Belə demirsən ki. Sənin orada qəsdin tam başqa şeydir. Əgər Quran desəydi ki, günəş palçıqlı suda batır, onda sən deyən idi. Lakin Allah Taala elə demir. Allah Taala deyir ki, Zülqarneyn elə gördü ki, günəş palçıqlı suda batır. Bu da Zülqarneyn əleyhissalamın nədir? Gözü ilə olan müşahidəsi idi. İkincisi, dəyərli dinləyicilər, burada olan məsələlərdən deyir ki, bundan başqa ərəb dilində suda batmaq və yaxud da günəşin batması Allah Subhanahu taala ayrı-ayrı kəlmələrlə istifadə edir. Yəni Allah Taala bu ayətdə Zülqarneyn əleyhissalamın görməsi ki, günəşin batır, demədi ki, Allah Taala günəş suya qərq oldu. Yəni Allah Taala qərq oldu desəydi, bu dinsizlərin dediyi olardı. Amma Allah Taala deyir ki, günəş nə etdi? Qurub etdi. Günəşin qurub etdiyini gördü. Allahu Akbar, ərəb dilinin gözəlliyinə baxın. Yəni Allah Taala, dəyərli dinləyicilər, bunun rus dilində sizə izahını verəcəm. Bu başqa dillərdə də belədir. Bu savadlara deyirəm ki, rus dilində batmaq kəlməsi bir neçə mənası var. Məsələn, suda batmağa deyirlər, nə deyirlər? Tanut. Человек tanul. İnsan batırdı suda. Bunu hamı bilir ki, insan suda batırdı. Amma sən deyə bilərsən ki, sonca tanul deyəməzsəniz. Bax, qardaşlarım, Allah Taala da Qurani-Kərimdə bu cür istifadə. Allah Taala demədi ki, suda qərq oldu günəş. Allah Taala deyir ki, günəş qurub etdi. Rus dilində də eyni şey deyir. Nə deyir Rus dilində? Qardaşlarım, sonca zahodit. Allahu Akbar. Deməli, sonca zahodit deyəndə heç kəs sonca tanut eləməyi başa düşmür.
Eyni qaydada da ingilis dilində də belədir, eyni qaydada da ərəb dilində də belədir. Yəni Allah Subhanahu taala Quran-ı Kərimdə günəşin suda batmasını qərq olması kimi yox, qürub etməsini kimi nə etdi? Sözlə istifadə etdi. Və bu da dəlildir ki, elhamdülillah Zülqarneyn əleyhissalam eyni şeyi görür. Və biz də Xəzər sahilində gedəndə, Xəzər dənizində günəşin batmasını görəndə deyəndə ki, günəş batır, o demək deyil ki, günəş Xəzər dənizinin içində batır. Belə bir şey heç kəsin ağlına gəlmir. Həmçinin də Zülqarneyn əleyhissalamın da bu ayətdə Allah Taala onun gözü ilə görüb o cürünü vəsf etməsini, bu cürünü insanlara nə edir? Bildirir, bu cürünü insanlara başa salır. O ki qaldı palçıqlı su nədir orada? Zülqarneyn onu vəsf etməsi. NASA elmi tədqiqat apararaq deyir ki, günəş üfüqdə batanda əgər dənizə yaxınsansa, görəcəksən ki, sanki qızartı, bilmirəm, məğribin, yəni biz iftar vaxtı, çox vaxtı indi şəhər yerində o şeylə görmək olmur. Amma açıq bir yerə çıxsan, görəcəksən ki, günəş batanda dənizin üzərində sanki qara ilə qırmızının qarışığı olur. Sanki elə bilsən ki, palçıqdır. Bulanlıq bir sudur. Və günəş də o cürə nə edir? Həmin o palçıqlı suya batır. Yəni Zülqarneyn əleyhissalam heç də səhv görməmişdi. Ay bir salat. Zülqarneyn əleyhissalam görəni vəsf edir ki, Allah Taala ona vəsf edərək deyir ki, o elə bir yerə gəldi, çatdı ki, gördü ki, günəş palçıqlı bir suda batır. Yəni Zülqarneyn dənizin sahilinə gəlir, son bir nöqtəyə gəlir. Günəşin batma nöqtəsinə. Və görür ki, günəş doğrudan da gedir palçıqlı suya. Allahu Akbar. Və NASA da eyni şeyidir. Yəni 100 kilometrdən deyir, baxsan, eyni şey deyir, görmüş olacaqsan deyir. Ona görə deyir, günəşin dəniz kənarında batışını uzaqdan izləyən bir adam günəşi dənizə girmiş kimi görür. Lakin ya da ki, dağın arxasından günəş batarkən uzaqdan baxdıqda sanki günəş dağa girmiş kimi hiss edilir. Lakin əslində isə bu belə deyil. Günəş dağın içinə girmir. Və günəş də dənizin içinə girmir. Çünki günəş Allah Subhanahu taalanın xəlq etdiyi məxluqlardan biridir və yer üzündən dəfələrlə böyükdür. Və bu da videodur, dəyərli dinləyicilər, burada. Qoymuşam sizi, hər birinizə baxın. Bu müşahidədir. İnsanın dəniz sahilindən müşahidə etməsi. Baxın, qızartı ilə qaraltıya baxın. Sanki elə bilir ki, palçıqlı sudur və günəş də gedir həmin o suyun içinə. Və Zülqarneyn əleyhissalamın da gördüyü budur. Ay bir salat. Zülqarneynin gördüyü budur. Allah Subhanahu Taala'nın kəlamı həqiqətdir. Sadəcə sənin kimlər o şeyi başa düşməz. Baxın necə gedir ora. Gördünüz, itdi gözdən. Dənizin içinə girdi. Bu elə biri dənizin içinə girib. İndi baxın günəşin dağın ətrafında, dağın arxasında, dağın içinə girib, yəni günəş, qardaşlarım. Baxın dəyərli dinləyicilər, baxın. Yəni bunlara hamısı göstərirəm ki, yəni bu bisavatlar görsünlər bunu. Ya dağın içinə girmir ha. Bu qədər dəyərli dinləyicilər, düşünürəm ki, bu məsələni də izah edə bildim. Hər halda elhamdülillah ki, bacardığımız qədər çalışırıq ki, bunları izah edək ki, insanlar nə içində faydalansınlar. Allah'a əmanət olun. Esselamu aleykum və rəhmətullah və bərəkətuh.